Xırdalıda Təzə bazarın yanında gözəl bir təmir olunmuş mənzil sizə təqdim edirəm əziz dostlar və hörmətli izləyicilər. Birinci mətbəxdən başladım ki, bu mətbəx önəmlidir də. Mətbəxdə görürsüz, mebellə də quraşdırılıb. Bura xol hissəsidir. Xolda gördüyünüz foyedə girən kimi sol tərəfdə bir dənə böyük şkaf da yığılıbdır. Evdə yaşayış olmayıb, mənzilimizdə yaşayış olmayıbdır, super də təmir olunub. Yəni ki, təmir göz qabağındadır. Gəlib özünüz də, yəni ki, baxanda biləsiniz də nə var, nə yox. Və buradan indi tərifləmək olmasın. Aksesuarlar da yerindədir. Aksesuarlar da quraşdırılıbdır. Yəni aksesuarlar da bahalıdır. Qiymət də superdir. Qiymət də superdir. Yəni ki, 136 minə 104 kvadrat metr sahəsi olan belə bir mənzil Xırdalı mərkəzdə yoxdur. Hardasa 1300 manata düşür də kvadratı, belə deyək. Kombisini də gördünüz, kombi aparatını da gördünüz. Yəni kombinin aksesuarları da quraşdırılıb hər otaqda. Təzə bazarı da özüm göstərirəm ki, buradan görəsiniz, Təzə bazarın girişindədir. Skvaznoydur, bir tərəfi, bir hissəsi də parkdan gələn yolun üstündədir, ora baxır. Hörmətli izləyicilər, yəni ki, qranit mərmər gördüyünüz hissələrdə istifoldur, onu da deyək. Bir yataq otağıdır, pərdə də lüstrda yerindədir, yəni onlar da quraşdırılıbdır. Belə deyək də, əşyalarınızı gətirin, yığın və girin, salamatçılıqla yaşayın. Çox super bir. Bu da ikinci yataq otağıdır. Pəncərəsində görürsünüz, alt hissədən kəsilibdir. Belə bir yekə pəncərə qoyulubdur. Balkona iki otağın ikisindən də çıxış var, iki yataq otağından. Əlaqə nömrəsi profildədir. Zəng eləyin, gəlin baxın, yolu da göstərirəm. Bax, sağ hissədə park yerləşir. Qiymət də mükəmməldir. Yəni bu mənzili əldən buraxmayın. Gəlin alın. Kim alsın?